2026-cı ildə şanslı bürclər sırasına düşən hansı bürclərdir? Qulağınız bizdə olsun. 2026-cı ildə Qoçlara güclü yüksəliş ili gətirir. İş, qazanc, liderlik və şəxsi həyat sahəsində açılışlar olacaq. Enerji yüksəlişi var. Əksilər bürcü, yeni imkanlar, köhnə yükdən azad olma, səyahətlər və təhsil sahəsində uğur. 2026-cı ildə əksləri irəli aparan ildir. Şir bürcü, şirlər üçün şöhrət, tanınma və ya böyük qapıların açılması ilin enerjisindəndir. Maddi baxımdan daha sıçrayış görünür. Tərəzi bürcü, harmoniya və balans ili tərəzilərin münasibətləri, iş ortaqları və şəxsi inkişafda şəfa və uğur dövrü başlayır. Oxatan, şans planeti, Jupiterin dəstəyi 26-cı il boyunca Oxatana açılışlar gətirir. Çoxdan gözlənilən bir böyük uğur və ya dəyişikliklər baş verə bilər. Dolçalar üçün yenilik, karyera, sıçrayışı və həyatın tam başqa mərhələlərə keçməsi ehtimalı yüksəkdir. İl boyunca qisməti açıqdır və uğurları bol olacaq.